Dostlar, salam, axşamınız xeyir olsun. İlk dəfədir canlı yayın bir proqramı başladacağım və proqramımıza bir dostumuzu, tədqiqatçı dostumuzu dəvət eləyəcəm. Maalesef. Ekranı ayarlamağa çalışıram. Onun üçün üzrlü sayın səssiz qalmışam. Dəvətimizi göndərdik. Salam, Zabit qardaş. Salam, salam. Necəsiz? Şükür, siz necəsiniz? Şükür. Səsim gəlirmi? Bəli, bəli, gözəl gəlir. Mənim necə? Sənin səsin yaxşı gəlir, amma özümü görmürəm. İndi necə? Gözəl. Çox gözəl. Tamam. Əla. Gözəl gününüz olsun. Necəsiz? İşlər necə gedir? Şükür, yaxşıyam, amma biraz sizin səhifələrinizi izləyib, daha öncə çəkdiyiniz proqramları izləyib, keyfim pozulub sözünü açığı. Keyfimin pozulmasının səbəbi odur ki, onsuz da məsuliyyətimiz ağırdır, qardaş. Sən görürəm ki, daşlardan əl çəkmirsən, məsuliyyət də daşdan ağırdır zaten. Bir də əlavətən bizə daş kimi məsuliyyətlər yükləyirsən. Yəni, məzar daşları ilə əlaqədar, atalarımızın bizə qoyub getdiyi damğalarla əlaqədar bütün məsuliyyətləri bizə xatırladırsan. Yəni, tam olaraq niyyətiniz nədir, qardaş? Nə etmək istəyirsiniz? Bu məzar daşları işi nə işdir? Bu damğalar nə məsələdir? Yəni, nə etmək istəyirsiniz? Nə kimi iz qoymaq istəyirsiniz? Bizə çox maraqlıdır. Yəni, biz burada ictimai istintaq proqramı aparmağa niyyətliyik və suallarımız itici ola bilər, iynələyici ola bilər. Ona görə, yəqin ki, bundan inciməzsiniz və ona görə özünüzü müdafiə edə biləsiniz deyə ümid eləyirəm. Buyurun, söz sizdədir, Sabit bəy. Mən özüm də ümid edirəm ki, özümü müdafiə edə bilərəm. Mən ümid edirəm ki, bu arada mənə hər səfərində verdiyi cavablardan sonra mən üzərinə bir soyuq su içəcəm. Buna ümid edirəm. Mən də biraz boğazımı yaşlıyım. Keçək bizim məzar daşlarına və mən onlardan istəyirəm. Əslində, belə deyək, gənc yaşımdan tarixə biraz marağım olduğu üçün tez-tez, yəni bizim millətin mənsubiyyətindən, kökəninlə bağlı müxtəlif versiyaları eşidirdim, analiz eləyirdim. Yəni, yaşımın müxtəlif dövrlərində müxtəlif fikirlərə gəlirdim, fikirlər dəyişirdi və əsas vurucu nöqtədən biri də 2005-ci ildə Qafqaz albanlarının bizim millətə nə qədər aidiyyəti olub, olmamağı məsələsi dolayı, yəni bəzi dostlarla belə bir mübahisəyə girişdik. Ondan qabaq demək olar ki, Rafael Bizirtinov, Bakı əsilli, Tatar əsilli Bakılı bir şəxs var idi. İndi Kazanda yaşayır. Onun bir neçə kitabları da var.
Onun belə bir kitabı var idi. Türk Tatar Patriciatili Vселенной. Yəni Türk Tatar belə deyək, dünyanı sarsıdan türklər, tatarlar. O kitab məni çox indiki belə deyək, fundamental olaraq dünya görüşümü formalaşdırmışdı. Mən ona görə ona çox böyük təşəkkürümü bildirirəm. Və ondan sonra 2005-ci ildə bu Qafqaz Albaniyası mənsubiyyət məsələsinə gəldikdə biz başladıq ölkəmizin müxtəlif ərazilərinə. Bəzi orada məntiqi məqamlar var idi ki, mən onu qəbul edə bilmirdim. Biraz araşdırmışdım. 2005-ci il üçün bəzi şəxslər məsəl üçün indi başlayıb onu araşdırmağa. 2005-ci il üçün onda belə bir artıq mən bilirdim ki, Qazaxstanda Alban tayfası yaşayır. Mən bilirdim ki, Türkmənistanda bəzi yer adları Albandır. Başkortistanda məsəl üçün Alban adlı kənd var və bu mənə maraqlı gəldi. Əslində Qafqaz Albaniyasından o dövrə kimi 2005-ci ilə kimi maraqlanmırdım. Fikirləşirdim ki, həm də bizim bilirsiniz təhsil sistemində, yəni kitablarda elə də geniş yer ayrılmır. Elə məlumat azlığı dolayı, yəni ola bilsin indi bilərəkdən bu məlumatları geniş izah verilmir və yaxud da təhsil proqramından gedir. Təbii ki, indi albanistlər, albanşünaslar var. Yəni rəhmətli Fərdə xanımdır. Digər məsəl üçün bu işlə məşğul olanlar, bu tarixlə məşğul olanlar şəxslər var. Amma təhsil proqramı bizim gənclər üçün, uşaqlar üçün bu haqda məlumat çox məhdud şəkildə verilir. Ona görə maraq dairəsi elə Qafqaz albanlarından maraqlanaraq başladıq səfərlər təşkil etməyə. Müxtəlif bölgələrə. Əsas hədəfimiz Alban kilsələri idi, Alban məzarları idi. Onu da deyim ki, Alban məzarı deyərək, yəni bu çox şübhəli bir mövzudur. Yəni orada, yəni sözümü ona gətirmək istəyirəm ki, Alban izni axtararaq, elə mən demək ki, bu da Tanrının bir qisməti lütfüymüş ki, başladıq məzar daşlarını araşdırmağa və bu məzar daşları bayaq deyirsiniz, mən onlardan nə istəyirəm? Əslində mən gördüm ki, onlar məndən çox şey istəyir. Yəni istəyirlər, tanınmaq istəyirlər. Yəni belə deyək, epiqrafik abidələri götürək, daş plastikanı götürək. Yəni onun hamısı bir nişandır, bir əcdadlarımızdan bizə göndərilən bir ismarışdır. Yəni ərəb qrafikasından yazılı olan daşlar belə olsun, mənim məsəl üçün çox elə də maraq kəsb eləmirdi. Alban deyib, Alban eşidirdim, Alban axtarırdım. Amma artıq epiqrafik daşları tədqiq etdikdən sonra mən gördüm ki, maraqlı məqamlar ortaya çıxır. Elə bizim millətin keçmişindən bağlı. Məsəl üçün elə bir kənd var ki, orada etnik türklər yaşamır, amma daşın üzərində epiqrafik yazı, ərəb yazısıyla türk dilində filan kəs burada məsəl üçün dəfn olunubdur. Çox maraqlı bir epizoddur. Onu ortaq tanışımız var Yengi bəy. Elə bəli. Ona da mız qoyacağıq. Bəli. O məsəl üçün o daşları bəzilərini oxumuşdu və çox maraqlı məqamlar. Hətta mən sizə deyim, Şirvanşahlar haqqında deməli bu Qəbələnin Xəzrə kəndində türbələr var. Orada türbənin biri Şeyx Mansura xatir tikilibdir, inşa edilibdir Xəlilullahın vaxtında Şirvanşah. Orada hətta Məşəd xanım Neymətovanın kitabına daxil olmayan informasiya var. Biz bilirik ki, Məşəd xanım Neymətova epiqrafiyanı, yəni əsaslı şəkildə fundamental olaraq o araşdırıbdır, oxuyubdur. Bütün daşların üzərini istər Qərbi Azərbaycan olsun, istər Qarabağ, istəyir Abşeron, yəni bütün Azərbaycanı insan rəhmətlik hamısını oxuyubdur. Və orada deməli lövhənin üzərində biz ora bir nəfərlə getmişdik. Bu da epiqrafçı idi, yəni oxuya bilirdi daşları ərəb dilindən. Nəysə, mən də bu kitabın yazısını, kitabənin, türbənin üstündəki kitabənin yazısını qabaqcadan deməli Məşəd xanım Neymətova da oxumuşdum. Və hamı üçün, məsəl üçün belə bir yazı idi orada. Bu
türbə Bərik oğlu Şeyx Mansurun xatirinə Xəlilullah tərəfindən Şirvanşah orada da yazır. Deməli Sultan Şirvanşah Xəlilullah tərəfindən inşa edilib. Sən demə, orada sultandan başqa Xaqan sözü də var imiş. Sultan Xaqan Xəlilullah. Yəni biz də bilirik ki, Xaqan titulu Hakan. Bəli. sırf türklərə məxsus olan tituldur. Ondan sonra da araşdırmaların nəticəsində damğaların izinə düşdük. Bu damğalar da öz arxasıca bizi apardı, Amsterdama kimi aparıb özlərini tanıtdılar. Yəni Azərbaycanda türk damğalarının mövcudluğunu. Bunu da mən bir sakral bir amil kimi görürəm. Yəni ümumiyyətlə bilirsiniz, işarələrin xüsusi energetikası var. İndi bizə baxanlar fikirləşməzdilər ki, şamanizmlə falan məşğul olur. Amma doğrudan o energetikanı mən hiss eləmişəm. Yəni ilk dəfə 2018-ci ildə damğaları aşkar etdikdə Kəlxan türbələrinin üzərindən. Ondan sonra o damğaları hətta elə olub ki, belə deyək, boş sahədir. Məsəl üçün Poladlı kənd ərazisində, Qobustan rayonu Poladlı kənd ərazisində uzaqda duran bir daşdır, adi daşdır da. Yəni milyonlarla elə daş var sahədə. Gedib məsəl üçün sırf o daşı gedib arxasını çevirmişəm ki, damğa. Yəni tayfa damğalarıdır. Azərbaycan ərazisində yaşayan tayfaların damğalarıdır. Bir-birimizdən istədiklərimiz budur Rauf bəy. Yəni burada Görürəm ki, buyur sözünü bitir. Başqa bir məqsəd yoxdur. Yəni bir-birimizdən alacağımız, verəcəyimiz daşlarla ancaq budur ki, onlar istəyir ki, biz onların belə deyək, törəmələrimi deyim, varislərimi deyim, yəni əcdad olaraq səsləyirlər ki, yəni bizi unutmayın. Hər məzar daşına baxanda, hər epiqrafik abidəyə baxanda mən sadəcə elə bil ki, sadə bir daşa baxmıram. Məsəl üçün bu kişi xeylatısa da onun obrazı gözümün qarşısında, gözümün önündə canlanır. Onun silahıdır, atıdır. Fikirləşirəm ki, bizim nə qədər zəngin keçmişimiz olubdur. Və bu mənə ən böyük araşdırmalarda, ümumiyyətlə yaşamada, ailədə, törədə çox böyük təkan və stimul verir. Nə gözəl. Nə gözəl deyirəm də, indi muz qoyanların adından nə gözəl sözünü istifadə etməməliyəm. Hər nə qədər muz qoyan yayıncı olsaq da, eyni zamanda demokratik bir proqramdır. Yəni ki, qarşı tərəfi dinləmə qabiliyyətimiz olacaq əlbəttə ki, amma muz qoymağa da davam eləyəcəyik. Görürəm ki, Sovetlər bizi, yəni sizi daha doğrusu da, sizi yetərincə assimiliyasiya eləyə bilməyib. Yəni gedib yenə ən qədim ata izlərinizi tapmısınız. Görünən odur. Hə? Hə, o tam başqa və yaralı mövzudur. Əslində doğrudan da cəmiyyətdə çox problemli bir mövzudur. Yəni bugünkü günü bu bir rak hüceyrələri kimidir. Yəni tam olaraq biz bu Sovet təfəkkürüdür, bu rusifikasiyadan, rusofiliyadan canımızı qutara bilmirik. Əslində mən özüm Rus bölməsini bitirmişəm. Orta məktəbdə də, bakalavr təhsilimi də Rus dilində almışam. Amma başa düşürəm, məsəl üçün ölkədə Rus bölmə, Rus dilli məktəblər də var. Amma biz yanaşmanı dəyişməliyik. İnsanlar, mən qabaqlar fikirləşirdim ki, düzdür, Rus dilli kontingentin arasında vətənsevər, vətəni üçün böyük töhfələr verən tarixçilərimiz də var, ictimai fəallar da var, vətəndaş təşəbbüsləri çoxdur. Yəni elə şəxsləri tanıyırıq, tanıdırıq. Yəni bunlar belə deyək, daxildə tam olaraq milli o mənəvi dəyərləri yaşadan insanlardır. Dil bunlar üçün xüsusilə özümü də qeyd eləmək üçün sadəcə olaraq bir vasitədir. Məsəl üçün Rus dili mənim üçün bir vasitədir, arxivlərimizi öyrənmə vasitəsidir. Biz 70 il
istər-istəməz, məsəl üçün o dövlətin tərkibində yaşamış. Və bütün arxivlərimizi, kameral təsvirləri 70 il SSR-i, amma ondan qabaq Çar Rusiyası da böyük təsirlər göstərdi və bizim kameral təsvirlərdir, bizim tarix elmidir. Yəni bugünkü günü əslində rus dilini, baxın, bu məsələnin iki başlı məsələdir. Biri var ki, bugünkü günü rus dilini bilən mütəxəssislərimiz nəyə görə olmalıdır, nəyə görə vacibdir? Ona görə ki, rusların yazdığı tarixi orada məntiqsiz məqamlarını, orada sətir altı məqamlarını görmək üçün bu dili daşıyıcısı qədər bilməyin vacibdir. Orada xırda bir sözləri, hətta məsəl üçün rus dilində elə bir sözlər var ki, onlar türk kökənli sözlərdir. Məsəl üçün onları bilmək üçün sən rus dilini daşıyıcı qədər bilməlisən. O dilin daşıyıcısı qədər. Amma təəssüflər olsun ki, hər kəs, məsəl üçün, bizi kimi yanaşmır bu məsələyə. Nə barədə? Məsəl üçün, elə adam var ki, deyir, mən şəhərin mərkəzində yaşayıram. Burada hamı ruska yazıçındır. Mən də uşağı rus məktəbinə qoymuşam ki, yəni buna bir dəb kimi baxırlar. Əslində bu böyük yanlışlıqdır. Və yaxud da iki eşeğin arpasını rus dilində bölə bilməyən adam, məsəl üçün, gedir biraz Rusiyada yaşayır, eləyir, bu olur ruska yazıçını. Yəni, bəyən, köpəğinin rusu, yəni bu, köpəğinin Sovetində, məsəl üçün, plan bir, bir sənə plan bir var idi, bir sənə... Bəyənmərsiniz də, bəyənmərsiniz. Fəlakət. Yəni, plan bir, yəni, deyirsən ki, vətəndaş, yəni, qarşılığını qoyursan ki, yəni, bizi kölə şəklində tariximiz məhv olub. Salam dostlar, salam verən dostların hər ikinə salam söyləyirik. Siz davam edin, Sabit qardaş. Yəni, bizim bu, yəni, bu qədər tariximizə zərbə vuran, bu qədər tariximizi alt-üst eləyən, müharibələrə səbəb olan, məsəl üçün, Qarabağ müharibəsi olsun, bu xay Qaraçı tayfasını gətirib bizim torpaqlara yerləşdirən bu rusdur. Amma nə olsun ki, dadlı plan biri olubdur. Sovetin dövründə plan bir dadlı olubdur. Yəni o, hər şeyin üstündən xət çəkmək olar, bir dənə o plan birə görə. Köpə olursan. Sonra növbəyə durub televizor alırdıq. Yəni, yemək üçün yaşamaq varkən, niyə yaşamaq üçün yeməkdə? İndi Sovetlər bunu bizə ən yaxşı şəkildə öyrədən quruluş idi. Qarnımız tox idi, axşamlar gedib qəşəng hit filmi izləyirdi, tarlalarda işləyirdi. İndi güya yaxşıdır ki, hə? İndi güya yaxşı düşmüsünüz dağın, daşın dalınca, yox, nə bilim, daş babalar belə oldu, yox, nə bilim, məzar daşları buradan keçdi, millətə məsuliyyət yükləyib daha da dərdə qəmə salırsınız. Bu yaxşıdır, Sabit qardaş. Hə, əslində tərəzinin gözünə qoysaq, bilirsiniz, biri var ailənin daxilindəki problemlər. Məsəl üçün, təbii ki, indi evdə hər kəsin də ailəsində söz-söhbət ola bilər. Pəncərəni qapını bağlayırsan ki, qonşu eşitməsin. Bəli. Və daxildəki problemlər müəyyən dərəcədə həll olunması problemlərdir. Amma belə deyək də, müqayisə eləyək. Siz nəyi seçərdiniz? Problemli ailədə, ara sıra problemi olan ailədə yaşamağı mı, yoxsa türmədə yatmağı mı, türmədə oturmağı mı, zindanda olmağı mı? Təbii ki, ilkini. Təbii ki, ailənin içində sən bilirsən ki, bəzi problemlərimiz var, biz onu çözə bilərik. Təbii ki, problemlərimiz çoxdur. Vətəndaşlarda suallarımız da çoxdur. Yəni, mənim ən, belə deyək, yaralı nöqtələrindən biri də odur ki, əhalimizin böyük bir hissəsi. Yəni, istəmirəm, mən öz millətimizi yaltaq rolunda görə bilmirəm, mən həmişə özgür, yəni fikrini deyə bilən, belə deyək də, yəni kişi duruşlu görmək istəmişəm millətimizi.
Təbii ki, qismət olar, onu da görərik. Tanrının köməkliyi ilə yəni problemlərimiz var. İndi o da yenə deyirəm ailə içində həll olunası problemlər. Lakin bu zindanda yatmaqdan yaxşıdır. Yəni kiminsə köləsi olub, kiminsə əlində marionet olub, oyuncaq olmaqdansa elə problemli ailənin içində yaşamağa mən üstünlük verirəm. Yəni bu sırf mənim mövqeyimdir. Ona görə ki, tarixi araşdırsaq, yəni görürük ki, bizim yenə deyirəm, elə əgər Çar Rusiyasından, Sovetlərdən söhbət açmışkən, bütün müharibələrin səbəbkarı, yəni qaraçıları torpağımıza köçürülməsi, bizim keçmişimizi tamamilə millətin genofondunun dəyişməsi, ümumiyyətlə bir şey nəzərə alaraq ki, Sovetin vaxtında hər kəs Azərbaycanlılardır, yəni türk dilli millətlərdir. Bunlar həmişə hərbiyə bilirdilər ki, türk etnosunun döyüşkən keçmişi var. Amma nə olsun ki, hərbiyə fikir verin, yəni ya tikinti mühəndis, tikinti bölüyünə göndərirdilər, stroybat deyirdilər də, yəni orada Azərbaycanlı, məsəl üçün, gənc əlində silah tutmasın. Geçsin əlində lapatka tutsun, torba daşısın, nə bilim, soruşuruq da. Bircə nümunə gətirə bilərəm ki, bizim nəslimiz Borçaldandır, Gürcüstandan. Bizim məsəl üçün Gürcüstanda yaşayan Azərbaycanlılar tank bölüklərində olub, raketli, nə bilim, piyada, suxaputlu, indi o Sovet terminlərindən deyim də, Gürcüstan vətəndaşı olduqlarına görə, yəni onlar hərbidə əlləri silah tutub. Amma Azərbaycanı götürəndə böyük bir hissəsi kimdən soruşsa, deyəcək ki, mən stroybatda olmuşam. Biri deyəcək, nə bilim, yeməkxanada çörək pişirmişəm. O birisi, nə bilim, power olmuşam. Yəni, baxırıq ki, keçmişimiz, yəni o 70 il ərzində elə bir bizə mənəvi zərbə dəyib ki, insanlar artıq plan 1-in həsrətini çəkir. Əlində silah tutmuyub, döyüşkənlik görmüyüb. Biz hərbidə olanda, çox üzr istəyirəm, bir balaca indi şəxsi söhbət eləyəcəm. Biz hərbidə olanda əskərin biri qaçmışdı. Hərbi komandiri hər kəsi yığdı və bax, təxmini bu sözləri söylədi. Dedi, 70 ildə bizi, dedi, imkan verməyiblər, əlimiz silah tutsun. Artıq bu imkan yaranıbdır. Niyə əskərlikdən yayınırsınız? Niyə qaçırsan? Bax, evə də niyə gedirsən? Sən düşmən sıralarında xidmət eləmirsən, yəni öz millətinin içərisində xidmət eləyirsən. Yəni, niyə qaçırsan? Niyə biz o döyüşkən genimizi oyatmırıq? Nəyə görə? Biz artıq yetərdir, atalarımız, babalarımız, əmlərimiz, qardaşlarımız gedib stroybatlarda məhv oldular və yəni indi artıq və bu 2-ci Qarabağ müharibəsi də onu göstərdi ki, bizim doğrudan da gənclərimiz, düzdür, mən çox hörmətlə yanaşıram 1-ci Qarabağ müharibəsi, şəhidlərimizdir, qazilərimizdir, iştirakçılarımızdır, ümumiyyətlə bilirik ki, vəziyyət onda çox ağır idi. Bizim, yəni çox bu məsələnin içərisində getmək istəmirəm, onlar yaşadığını, onlar gördüyünü. Salam, hər kəsə salam var. Hə, buyur, davam eləsən qardaşım. Amma 2-ci Qarabağ müharibəsində bir millət kimi gördük ki, artıq biz Sovetin təsiri altından çıxdığımıza görə bu gənc nəsil artıq bu canavarlar böyüyübdür. Yəni, indən belə də özgür olaraq. Müəyyən ailə daxili problemlərimiz var. Ümid varmı? Onu məncə ümid yaxşı bilər. Amma öz əlimizdədir, Rauf bəy. Yenə deyirəm. Öz əlimizdə, yəni biz öz milli mənəvi dəyərlərimizə bağlandıqca, yəni keçmişimizə hörmət etdikcə, belə deyək, törəmizə, ailə qanunlarımıza hörmət etdikcə, bir millət kimi formalaşsaq, mənə elə gəlir ki, ümid var. O qədər ağır məsuliyyətli mövzulardan danışırsan ki, qardaş. Yəni, istilik gəlir. Soyuq su içəcəm bunun üzərinə. Cavablar çünki soyuq su içəsə kimidir? Buyur, birazdan ilişkilərə keçəcək. Yayınımızı bağlayarlar, etməyəylər.
o qədər məsuliyyət yükləməyin bizə. Bu mədəni irslərimizin mühafizə edilməsi ilə bağlı görürəm ki, çox təbliğatınız var, amma daha çox məsul qurumlardan ziyadə xalqa yönəlik. Məsələ elə bizim kəndimizə qonşu olan bir kənddə də qorunması ilə əlaqəli böyük çabanız var idi. Həmçinin Şəki bölgəsində Alban kilsələri ilə əlaqədar ciddi fəaliyyətiniz də olub. Yəni, niyə israrla xalqı da bu irsləri qorumağa çalışırsınız? Niyə rahat qoymursunuz xalq yerində otursun, öz işini, gücünü görsün, öz məhəlləsini qorusun? Niyə gedib Alban kilsəsini qorumalıdır? Niyə ora qəşəng hazır mal-qara salıb qəşəng kölgəlik olunası yerlərdir? Niyə imkan vermirsiniz çobanlarımız orada rahat şəkildə mallarını, qoyunlarını qəşəng istirahət elətdirsinlər? Niyə incədirsiniz siz bizim malımızı, qaramızı? Nə istəyirsiniz ay qardaş? Buyurun. Əslində vətəndaşdan istəyimiz nədir? Bu qanunvericiliyində tələbidir. Yəni hər kəs istər dövlət qurumları olsun, Salam Ülviyə xanım, təşəkkür edirəm. sadə vətəndaşlarımız olsun, hər birimizin mədəni irsi qorumağa hər birimizin müqəddəs borcumuzdur. Biz bəzən belə deyək, yəni təbii ki, Səs zəif gəlir deyirəm. mənim səsim zəif gəlir, yoxsa sizin? Yox, sənin səsin mənə yaxşı gəlir. Mənim səsim də yəqin yaxşı gəlir, amma izləyicilərdən israrla yazanlar var ki, səs zəif gəlir. Kürşada da mı səs zəif gedir yuxarıda görəsən? Zəif mi eşidir o da? Kürşad, bir dənə sənə zəhmət izləyirsən, sənə də mi zəif gəlir? Qulaqlıq taxanlar deyir ki, səs yaxşıdır. Sabit bəyin səsi zəifdir deyir. Aha. Bəlkə Siz məni yaxşı eşidirsiniz də amma. mən sizi yaxşı eşidirəm, mən yaxşı eşidirəm səni görürsən. Mənim tərəfdən bir problem yoxdur. Oğuzxan bəy, mən axır qulaqlıq taxdım deyir. İkinizin də zəifdir deyir. Bəlkə biz mikrofonsuz, bəlkə də qışqırmalıyam, bilmirəm, amma Sabit bəy hissəndirsə qışqıracam deyəsən, belə gedərsən. Çalışacağım istədim, amma biz normal gələnlər də var deyir, amma hər ikinizin səsi zəifdir. Bəy, məni qoşun görək, məndə necə çıxır? Bir saniyə. Sabit bəy qəşəng istəndirmişdi. Qəbul etdim. Oğuzhan bəyi qəbul elədim. Buyur qardaş, və yaxud da ki, bilmirəm. Xanım da ola bilər, adı İsmail ola bilər. Bəy, Sabit bəy, axşamınız xeyir. Salam bəy. Xoş yayınlar, xoş yayınlar. Səs zəif gəlir də, burada da yoldaşlara mən istəyə atmışdım, qruplarımıza da, Sabit bəy bilir. Orada gəldi, indi baxıram, onlar çıxıb getdilər ki, səs zəifdir. Amma sizin səsinizi mən çox yaxşı eşidirəm. Yəni daha dolğun gəlir. İndi yaxşı gəldi, Sabit bəyin səsi zəif gəlir. Mən qulaqçıq taxdım, onunla axırı dinlədim. İndi yaxşı gəldi səs. Qoy o yoldaşlara tərəfdən bir də istəyə atım, qayıtsınlar. Mənim səsim necə yaxşı gəlir indi? Sənin səsin yaxşı gəlir. Bayaqdan çox zəif idi Sabit bəy. Bayaqdan çox zəif idi. Bəlkə biz biraz uzaqdan danışırıq. Uzaqdan sağ ol. Telefona uzaqdan danışırıq ona görə. Biraz çox uzaq. Mənim kimi. Ya da iləriki şeylərdə dediyin kimi mikrofondan istifadə edərik. Mən təzədən yenə o yoldaşlara istəyə ataram, qayıdarlar. O tarixçi dostlarımızdır bizim. Çox sağ olun bəy. Minnətdaram. Təşəkkür edirəm. Var olun, əksik olmayın. Tamam, çox sağ olun. Mövzumuzu davam eləyək. Buyur. Dövlət qurumları, aidiyyəti üzrə qurumlardır, bu mədəni irsin qorunmasıdır, Mədəniyyət Nazirliyi tərkibində. Bunlar istənilən dövlət qurumunun imkanları məhduddur. Yəni, belə deyək, mən özüm o strukturun içərisində olduğum üçün, işlədiyim üçün
İşləmisiniz. Bəli. 2 il mən o qurumda işləmişəm. Elə bilin ki, Şabran Regional İdarəsi dedikdə Şimal regionunun idarə rəisi vəzifəsində çalışmışam. Yəni imkanları məhduddur. Düzdür. Orada da səbəblər var. Yəni insan faktoru da çoxdur. Mən demirəm hər şey möhtəşəmdir. Siz bilirsiniz ki, kadrlarla bağlı ümumiyyətlə Azərbaycanın ən yaralı mövzusudur kadr mövzusu. Yəni 80% mən bunu açıq şəkildə, yəni tam məsuliyyətlə deyirəm ki, 80% kadrlar olduğu yerdə deyil. Yəni aidiyyəti işi görmür. Məsəl üçün bank sektorundan gəlir, mədəni irslə məşğul olur. Tutaq ki, tam fərqli sektordan, kənd təsərrüfatından gəlir, mədəni irslə məşğul olur. Yəni insanın qəlbində, daxilində belə deyək, irsə əgər hörmət, istək olmadısa da çətin məsələdir. O ancaq bir iş kimi baxırsa da ona, özünün bir belə deyək də karyerasında nərdivan kimi, piləkən kimi baxırsa da o iş heç vaxt düzgün formada gedəsi deyil. Burada elə bilin ki, tam olaraq daxilən sən sevməlisən bu işi. Və təbii ki, onların imkanları məhduddur. Lap 100% bu işi sevsə də yenə də məhduddur. Məsəl üçün belə deyək, regionlarda mütəxəssislər çalışır. Tutaq ki, Qubada 5 nəfər mütəxəssis var. Amma Qubada tutaq ki, 50-dən çox abidə var. Və yaxud da 50 deyirəm, 100-dən çoxdur. Ümumiyyətlə, regionlarımızda abidələr həddindən artıq çoxdur. Təəssüflər olsun ki, dövlət reyestrinə 2001-ci ildən daxil olan abidələr, elə 2001-ci ildən də yeni abidələr aşkar olunsa da hələ daxil olunmayıbdır. Dövlət reyestrinə qeydiyyatdan keçməyibdir. Bunun özü də uzun bir prosesdir. Və yaxud da, məsəl üçün, Qobustan bölgəsində bir dənə mütəxəssisdir, 65 abidədir. Bu abidələrin hər gündən hesablasaq, gündə 2 abidəni gedib ziyarət edib baxmalıdır qoruma məqsədindən. Bu abidələr hamısı bir yerdə deyil, axı, regionun müxtəlif kəndlərindədir. Bunun üçün buna transport lazımdır, bunun üçün əlavə vəsait lazımdır. Bunun hamısı, yəni, imkanları məhdud olmağını mən bunu nəzərdə tuturdum. Amma mən nəyə görə vətəndaşları çağırıram ki, birlikdə irsimizi tanıyaq, irsimizi qoruyaq. Ona görə ki, ən böyük məsuliyyət cəmiyyətin üzərinə düşür. Məsəl üçün, biz gedirik hansısa məzarlıq, görürük ki, tullantılar var, nə bilim, su butulkasıdır, nə bilim, siqaret paketidir, nə bilim, başqa tullantılardır. Yəni, bunu görəndə adam məyus olur. Buna dövlət xidməti neynəsin? Onu gəlib Mədəniyyət Naziri atmır gözü bir ora. Yəni, bu məsuliyyətə cəlb edirik ki, yəni, vətəndaş olaraq bunu biz özümüz də görə bilərik. Ona görə biz Şəkidə vətəndaşlar həm maariflənməlidir, vətəndaş təşəbbüsü qrupları olmalıdır. Siz bildiyiniz kimi bizim də qrup var, artefakt topçuları. Bu vətəndaş təşəbbüsü qrupları mütəmmadi olaraq maarifləndirici, örnək olucu təşəbbüslər həyata keçirməlidirlər. Məsəl üçün, bizim bir sıra kilsələrdə düşmənimiz qaraçıların qulağından iraq. Yəni, onlar, bəziləri olur bizim, belə deyək, sosial şəbəkələrdə paylaşırlar. Bu düzgün deyil. Yəni, bu bizim daxili problemdir. Bunu biz daxildə həll edəməliyik. Elə, məsəl üçün, abidələrimiz olub, elə Alban abidələrindən danışarkən. Elə bir abidələrimiz olub ki, baxmışıq ki, yerli sakinlər, xüsusda, məsəl üçün, Qarabağ qaçqınları, Ermənistan məcburi köçkünlər, yəni, görmüşük ki, kilsələri təyinatı üzrə deyil, məsəl üçün, tövlə istifadə edir. Məsəl üçün, biz onun qarşısını almağa çalışmışıq. Elə siz özünüz də o prosesdə iştirak eləmişsiniz. Getmişik, maarifləndirmişik, onlar acıq, yəni onlar Qarabağda
Bilirsiniz, burada artıq iki başlı məsələdir. Məsəl üçün ona deyirsən ki, sən bu hərəkəti niyə eləyirsən? Deyir, bu erməninin abidəsidir, əcəb eləyirəm. Bu bilmir ki, Alban abidəsidir. Deyir, əcəb eləyirəm, ona görə ki, mənim tutaq ki, Laçında bizim məzarlığı dağıdıblar. Mənim babamın məzar daşını dağıdıblar. Bizim məsciddə donuz saxlayıblar. Yəni, baxırsan ki, əhalidə bir acıq var. Yəni, bir tərəfdən qınayırsan. O bir tərəfdən də başa düşürsən ki, bu hərəkəti görməyə hansısa motivi var. Yəni, bu özündən asılı deyil, bunun içərisindəki bu qəzəbdir, buna görə bunu eləyib. Ona görə artıq maarifləndirməyə ehtiyac var ki, qardaş, sən əslində erməniyə yox, öz tariximizə zərbə vursan. Bunu eləmək olmaz. Lap tutaq ki, erməni o donuzluğu eləyibdir də, onların xislətidir. Onlar ümumiyyətlə alçaq bir toplumdur. Sənə nə olubdur? Sən niyə onun elədiyi hərəkəti sən niyə eləməlisən? Yəni, maarifləndirici belə bir səfərlərimiz olubdur. Özümüz gedib, məsəl üçün, təmizləmişik, örnək olaraq. Təmizlikdən sonra tapşırmışıq, xahiş eləmişik, izah eləmişik ki, yəni, bu bizim abidələrdir, bizim ərazidədirsə, bunu biz qorumalıyıq. Bu bizim tariximiz. Yəni, bu şəkildə irs məsələləri budur, Rauf bəy. Yəni, ona diqqətlə təkcə məsuliyyəti hansısa qurumların üzərinə ata bilmərik. Özlüyündə absurd bir şeydir. Bəli, birinci özümüz də təbii olaraq şuurlanmalıyıq ki, sonra kimlərdənsə bu şuuru tələb eləyə bilək. Bizdə olmayan bir şeyi qarşı tərəfdən tələb eləmək də dediyiniz kimi absurd. Yəni, mənim ironik olaraq, mız qoyaraq verdiyim suallar, verəcəyim suallar davam edəcəm, indi ciddiləşməyimə baxmayın. Yəni, belə yaşamaq rahat, çox rahat. Yəni, nə qədər üzərimizdən məsuliyyəti atarsa, o qədər həyat bizim üçün yaşanabilir olacaq. Yoxsa digər cür, yəni, məsəl üçün, indi sizin bu danışığınız bizim başımıza bəladır. İndi mən dağa dərəyə düşəcəm, indi gedib baxmalıyam ki, orada mal varmı, qoyun varmı, yox, orada bir keşikçilik eləməliyəm, yəni niyə bunu eləməliyəm? O niyənin şuuru beyində oturmadığı sürəcə belə yük olaraq qalacaq ona. Yəni, onu daş olaraq görməyə davam eləyəcək. Vətəndaş özü olmasın. Mən sizə tövsiyə eləmirəm, heç gedib təmizləməyin. Amma böyük təşəbbüsümüz nədən ibarət ola bilər? Siz birbaşa, mən indi sizə kontaktları göndərərəm, regional idarəyə. Regional idarəyə, yəni indi bizi izləyənlər də bizlə əlaqə saxlaya bilərlər, kontaktları saxlaya bilərlər. Yəni, haradasa hansısa abidənin, məsəl üçün, dağılmasını, zibillənməsini, təyinatı üzrə istifadə olunmamasını görürsə də, birbaşa əlaqə saxlasın, biz o məsələni bir gün ərzində həll edəyək. Hətta biz Səgyan kəndində, indi adını qoyublar Günəşli. Amma çox pis xatirələrimiz var orayla əlaqədar. 9 may qələbə gününü biz orada keçirmişik. Üstündən biri keçir. Dostumuzun, elim adamımızın ad gününü biz içəridə keçirmişik. Buyur qardaş. Bax, Səgyan kəndinin özünü götürək də. Yəni, orada deməli, bir dənə yeni müasir məbəddir, hansın ki, ermənilər orada yaşar. O da ermənilər deyil, onlar Qriqoryan dinində olan tat əhali olubdur. Yəni, onlar heç erməni dilini belə bilməyib. Alban səyyah Adam Olieri 17-ci əsrdə bizim ərazilərdə olanda o kəndləri qeyd edib ki, maraqlı odur ki, orada yaşayan ermənilər deyir, tat və türk dilində danışır. Erməni dilini deyir, heç bir söz də istifadə edə bilmirlər, yəni bilmirlər erməni dilində. Bildiyimiz fay dilində bu insanlar bir kəlmə belə kəsə bilmir. Ki, maraqlı məqamlardan biri də budur. İndi o Səgyanda biz, mən nəyə görə deyirəm ki, hər bir məsələnin üzərinə düşülərsə, ələxüsus da məsəl üçün bizimlə əlaqə saxlanılarsa, biz istənilən məsələni qısa bir müddətdə çözməyə qadirik. Bu da misal kimi onu gətirirəm ki, Səgyan kəndində deməli, yeni kilsənin alt hissəsində köhnə
kilsənin qalıqları var idi və o kilsənin təəssüflər olsun ki, içinə o qədər tullantılar dolmuşdu ki, indi insanlar elə bilir erməni kəndi olubdu, erməni abidəsidir, nə bilim nədir. Biz oranın şəklini çəkdik qardaş. Sağ olsun Tahir mənim Şamaxı rayon icra başçısı. Onun müavininə şəkilləri göndərdik. Tez tələsik bizi dedi ki, gəlin qonağım olun, sizi dəvət edirəm. Getdi icra strukturuna, 15 dəqiqə ora təmizləndi. Xüsusi vasitələrlə, texnika ilə tam olaraq gül çiçək kimi olundu. Videosu bizə göndərildi. Çay süfrəsi də ikram olundu. Gəldik Bakıya, həm biz razı qaldıq, həm Tahir müəllim də bizə belə deyək, təşəkkürünü bildirdi ki, belə bir negativ hallarla biz tanış eləmişik birbaşa. Yəni internetdə paylaşmamışıq. Aidiyyəti üzrə müraciət eləmişik və problem aradan qaldırılıbdır. Yəni bu şəkildə vətəndaşlarımız təşəbbüs görsətsə, heç bir abidələrimiz baxımsız qalmaz. Belə bir hissəsi. Vətəndaş demişkən, elə Turanoid adlı bir vətəndaşımız, istifadəçi, məncə yerli cəmaatı təşviq etmək üçün gərək hər bir abidə üçün əfsanə yaratmalıyıq. Düz deyir, qardaşı tanıyıram. Buradan salamlayıram qardaş. Çox savadlı, çox maarifləndirilmiş qardaşımızdır. İndi real həyatda da tanış olarsınız, qismət olsun. İnşallah. İnşallah. Düz deyir, tamamilə razıyam. Razı. Yəni məsuliyyət yükləməyə davam. Aha. Bəli, bəli. Təbii ki, yəni bu fikir verin, bizim bu bədnam qonşularımız məsəl üçün elə bir əfsanələr düzürlər, qoşurlar, halbuki özlərinə aid olmayan tarix. Mən çoxlarınla debatlarda iştirak edirəm. Məsəl üçün Qarabağ ərazisində olan bizim irsimizi götürək. İstər Gəncəsar monastırı olsun, istər Xudavəng olsun, istər Ürəkvəng olsun, istər digərlər olsun. Yəni onların inşa edənlərin adından tutmuş ailə üzvlərinə kimi hamısı türk mənşəli, fars, ərəb mənşəli adlar. Yəni heç birinin erməni mənşəli, yəni erməni dedikdə xay-boşlardan gedir söhbət. Onlara aid olmayan insanlar. Amma nə olsun ki, elə bir əfsanələr, elə bir rəvayətlər, elə bir nağıllar düzüb qoşublar ki, insanlar artıq maraqla dinləyir və inanır. Məsəl üçün, Rus dilli əhalini götürək, post-sovet ölkələrini götürək. Onlar o qədər bu rəvayətləri bunlar real şəkildə təqdim edib ki, onlar artıq ona həqiqətən inanırlar. Məsəl üçün, yəni biz özümüzə aid isbat eləyə bilmirik ki, yəni ki bu Azərbaycan xalqının, türklərinin Gəncəsar monastırını inşa edən Alban knyazı Həsən Cəlal Dövlət. Yəni bunun titulu dövlədir. Sizə misal üçün şey çəkə bilərəm. Toğrul bəy Rüknəddin Əd-Dovla. Yəni Səlcuqlu. Dövlət deməkdir. Bəli, o titul oradan gəlir. Bunun titulu da indi ermənilər dola deyirlər. Bilmirsən dola nə deməkdir. Yəni bunun titulu gedir Həsən Cəlal Dövlət. Yəni dövlətə aid olan, idarə etməyə aid olan bir şəxsdir. Xristian əhalisinin üzərində bir knyazdır, məlikliyin bir knyazıdır. Bunun qızlarının adı Mama Xatun, Mina Xatun. Oğlunun adı İvani Atabek. İndi gəlsən Koru körpüdən keçir. Erməni deyirsən ki, ay xain, ay qaraçı. Bunun adı sənə aidiyyəti yoxdur da, sən bunu necə mənimsəyə bilərsən? Nə desə yaxşıdır? Deyir ki, məsəl üçün debat apardıqlarımın çoxsu. Deyirlər ki, bu normal bir haldır. Bunlar türklərin təsiri haqqında, təsiri altında məcbur olublar bu adları qəbul eləsinlər. Yəni türklər bunları zorla
türk adlarını qəbul elətdirib. Mən də gülmək tutur nəyə görə? Biz Səlcuqlulardır, Hər vaxtınız xeyir Nurbəy. Səlcuqlulardır, Səfəvilərdir. Yəni biz onların adlarına baxanda görürük ki, İsmail, İbrahim, Məhəmməd hamısı ərəb adlarıdır. Deyirəm, nətər olur öz övladına İbrahim adını qoyan səni məcbur edib ki, övladının adını Atabəy qoy. Bu nə məntiqdir? Elə deyərdi ki, sən də İsmail qoy, Məhəmməd qoy, nə bilim, Əhməd qoy, Mahmud qoy. Yəni o dövrdə bizim əhali müsəlman olduğuna görə çox adlar İslam adları idi, müsəlman adları idi. Amma nətər olur ki, ermənilərin o dövrdə ərazidə yaşayan ermənilərin adı türkçədən idi. Ağbuğa, Uluxan, Göyçək bəy. Yəni adlara baxın siz. Yəni o adlar bugünkü günü məsəl üçün bizim soyadlarımızı götürək. Qurbanovdur, Məmmədovdur, İsmailovdur məsəl üçün. Adlarımız da çoxsu ərəbcədir. 80% deyərdim. İndi biraz özümüzə dönüş var, amma adlarımızın çoxsu ərəbcədəndir. Gəlin indi götürək Şimali Qafqazı. Məsəl üçün gəlin Çeçenlərin adlarına baxaq. Xan Polat, nə bilim Baysanqur, Xan Temir, Temirxan, Kazbek. Bunlar hamısı qədim türk etimologiyasından, yəni o adları etimoloji kökləri gedib türk adlarına çıxır. Amma biz onları bugünkü gün istifadə eləmirik. Biz məsəl üçün İslamın təsiri altında məsəl üçün övladlarımıza müsəlman adları veririk. Və ermənilərə də onu bayraq əllərində tutanda ki, bayraq kimi biz məsəl üçün o vaxtı, o zamanlar məcbur idik türk adlarını övladlarımıza verək. Mən onu həmişə təqzib edirəm ki, yəni biz özümüz müsəlman adları qoya-qoya, sən göydən götürmüsən Ağbuğanı və yaxud da digər adları. Bu şəkildə Rauf bəy, biz bilmirəm. Mən Bu işlərin axırı hələ mızdan qurtula bilməyəsiniz. Düzdür, bu əslində indi verəcəyim sual mənim sualım deyil, Ülviyə xanımın sualıdır. O yəni ayrıca ona əslində o da müstəqil bir proqram çəkmək lazımdır. Soruşur ki, sizdən Qıpçaq türkləri fikri ilə razısınızmı ermənilərin? Tamamilə. Yəni belə deyək, ərazimizdə, yəni bunu sadə şəkildə izah eləmək olar. Hər kəsə də Qıpçaq erməni simgəsi, damğası vurmaq olmaz. Ümumiyyətlə ərazimizdə Qriqoryan dini formalaşıbdır. Yəni bu Qriqoryan dini də nədir? Məsəl üçün biz indi İslamı qəbul elədikdən sonra bizim 19-cu əsrin, hətta 20-ci əsrin əvvəlinə kimi məzar daşlarının üzərində ərəbcədən yazılırdı. Qriqoryan dininin də insanların belə deyək, xay etnosu şəklində formalaşması üçün böyük qatqısı var. Yəni dinin özü elə bilin ki, türkü, tatı, digər etnik qrupları erməni şəklində formalaşdırmağa, yəni dinin özü o cür qurulub ki, yəni həmin insanları bir növ etnik olaraq formalaşdırır. Amma ərazidə bu din geniş yayıldığına görə onu məsəl üçün tat da qəbul eləyib, türk də qəbul eləyib. Son bu bizim Qarabağ münaqişəsi başlandıqda biz məsəl üçün bizim ərazidə əslində bunun da üzərində elmi işlər getməli idi. Yəni bununla bağlı tədqiqatlar getməli idi, psixoloji cəhətdən. Yəni biz tutaq ki, bizim ərazidən qaçıb gedən Tat Qriqoryanlar, sonra Qarabağdakı ermənilərə qoşulub, o Qarabağ Qıpçaq türkləri ermənilərə qoşulub erməniləşməyi, xaylaşmağı. Yəni bunun hamısı bir növ bizim məsuliyyət, bizim günahımızdır. Biz ona görə ki, onları necəsə yəni özümüzə çəkməli idik. Həqiqi tarixi araşdırıb üzə qoyub. Salam Məhsəti xanım.
Məhsət xanım da proqramımızı izləyir, onu salam verir. Məhsət Şərif. Hə, yəni onları biz təəssüflər olsun ki, vaxtında maarifləndirmədik və özümüz öz əlimizlə onları Xoş gördük. inteqrasiya elədik xay cəmiyyətinə. Yəni məsəl üçün Kilvar kəndində yaşayan Qriqoryan tatlar bugünkü günü hamısı özünü xay kimi tanıyır. Amma siz mən indi araşdırmalar aparmışam regionlar üzrə. Qatılmaq istəsəz dəvət eləyə bilərəm. Təbii ki, sizin müsait durumunuza görə Məhsət xanım. Məhsət xanımı Sabit qardaş tanıyarsınız. INS TV-dən çox izləmişik, xəbərlərini dinləmişik. Oradan həm siması bizə Bəli. Xoş. indi hal-hazırda Türkiyədə yaşayır. İnşallah bir gün olar qatılarsınız. Sabit sözü kəsdim, üzrü say. Günaydınlar Namiq bəy, təşəkkür eləyir. Keçən səfər də sizə salam verməmişəm. Oradan üzrxahlıq diləyirəm. Təşəkkür edirik. Buradan mən Kamandar müəllimə salamlarımı göndərirəm. Kamandar müəllim də qoşulubdur. Bizim çöl adamı kimi tanıdığımız 20 ildən çoxdur ki, Azərbaycan qarış-qarış bizə tanıdır. Bu yaxınlarda Kamandar müəllim elə gözəl bir tapıntısı oldu. Onun haqqında biz sosial şəbəkələr üzərindən də paylaşdıq. Qala qoruğuna təhvil verdi. Yəqin Kamandar müəllimi tanıyarsınız, çöl adamı. Çox gözəl bir mən bilirsən çox məsuliyyət almaq istəyən adam deyiləm, ona görə tanıyan kimi çox tanımamağa çalışıram əslində. Yox, siz əslində uzun müddət Türkiyədə yaşamısınız. Hə, yəni ilkin olaraq məni də tanımırdınız, amma yavaş-yavaş. Soyuqsu. Hə, Kamandar müəllim. Belə olmaz əşi. Gecə-gecə insanı tərlətməyin. Kamandar müəllim çox universal insandır. Yəni təəssüflər olsun ki, belə fədakar, vətənini sevən insanlar bugünkü günü lazımi dəyər verilmir. Bunu mən tam məsuliyyətlə deyirəm. Yəni insanı tanıdıqca yəni heyrətə gəlirsən ki, bu qədər vətəni üçün eləyib, bugünkü günü də eləyir. Təsəvvürünüzə gətirin, bax belə misal çəkin. Bu yaxınlarda mən sosial şəbəkələrdə də paylaşmışam, elə TikTokun özündə də paylaşmışam. Kamandar mənim gözəl bir daş tapdı. Yəni daş 3500-4000 il yaşı var. Yəni üzərində petroqliflərdir, dini ayinlərin təsviridir, dini ayinin təsviridir. Yəni çox əhəmiyyətli bir tariximizə tövbə verəcək bir tapıntıdır. Bu insan onu həm aşkar edib, həm gəldi öz maşınla daşınmasını qala qoruğuna təşkil elədi. Yəni daha eləmədiyi bir şey qalmadı. Amma sonuçta təəssüf hissinlə bildirirəm ki, yəni adi təhvil təslim sənədi olur da, akt olur, təhvil təslim. Onu hələ bu günə kimi müəllimə tam olaraq təciz etməyiblər. Yəni bunu tam məsuliyyətimlə deyirəm. Amma mən fikirləşirəm, üzr istəyirəm, Rauf. Amma fikirləşirəm. Yəni özü də demişkən, Kamandar bəyin özü də söylədi ki, əsas odur ki, millət dəyər versin. Biz dəyər veririk, Kamandar müəllim, sizi çox sevirik və sizi həmişəki kimi dəstəkləyirik. Hər bir təşəbbüsdə. Kamandar müəllimə mən də təşəkkür edirəm. İnşallah tanışıb şad olarıq. Mən bir neçə proqramını, çalışmalarını izləyərəm. Mız qoymaq üçün təbii ki. Sənlə bərabər inşallah dəvət eləyib. Çünki Kamandar bəy yazır ki, yeni tapıntımız da var. Onunla əlaqədar əgər icazəsi də olarsa, xoş olarsa onun üçün bərabər belə müzakirələr eləyib, mənə yəqin ki, bol-bol soyuq su içizdirərsiniz mənim timsalımda bütün mız qoyanlara. Hə, Sabit bəy. Saat, haradasa 1 saatdır ki, biz proqrama davam eləyirik. Yazanlar, çizənlər var, sağ olsunlar. Ülviyə xanım çox yazır. Təşəkkür edirik ona.
Aypara yazır bu arada, səni salamladı. Sabit, sən danışanda eşitməmiş ola bilərsən, ona görə sənin yerinə mən də oxuyuram. Salam, salam. Keçən səfər proqrama qatılanda çox adam salam verdi. İnan ki, salam vermədiyim üçün hələ də vicdan əzabı çəkirəm. Səni də bölmək istəmirəm. Çünki yaxşı mız qoya bilməyim üçün sənin sözlərini tam eşitməliyəm. Bu sən sözünü de, sözünü de. Qardaş, mən qulaq asıram. Bu mövzuları, mız qoyası mövzuların çoxdur qardaş. Yəni dağda, daşda izin çox olduğu üçün çox mız qoyulası mövzular çoxdur. Bunu eləyəcəyik. Amma proqramı tamamlamadan öncə Rauf məni qoş deyir. Kimdir, tanımıram sözünə çıxır. Sən tanıyarsan bəlkə. Yox, belə profilindən tanış gəlmədi. Profildə nəsə şərab bakalıdır deyəsən. Emil, bizim neyse şeydi. Bu mövzumuz gündəmlə dair bir şey soruşacağım. İndi Rus sevənlərin ürəyinə su sərpilməyən bir mövzu var da. Qubanın 2 dənə kəndi ilə əlaqədar. Kəndlərinin adı dəyişdirilib deyəsən, eləmi? Köhnə Rus adları daşıyan 2 kəndi yeni Azərbaycan adları ilə, bilmirəm, köhnə isimləri də mi elə idi mi? O haqda bir tədqiqatım yoxdur. Siz daha yaxşı bilirsiniz. Nə istəyirsiniz qardaş bu Rus kəndlərindən, Rus adlarından? Niyə imkan vermirsiniz yaşasınlar? Yaşayaq da. Bu mövzu çox maraqlı mövzudur. Əslində sosial şəbəkələrdə də geniş, indi müəyyən dairələrdə səs-küyə səbəb oldu. Vladimirovka kəndidir. O birisi dilimin ucunda da ağlıma, yadımdan çıxdı. Deməli, birinin adı Elbir qoyulur, o birinin adı Günəş. Belə deyək, bəzi tarixi adlar var ki, mən onun əleyhinəyəm dəyişdirilməsinə. Məsəl üçün elə o Sagiyan kəndi. Yəni onun Xay ermənilərinə heç bir aidiyyəti yoxdur. Biz hətta... Niyə sonu yanla bitmirmi? Səlyan da yanla bitir. Səsimiz zəif gəlir. Səslə əlaqədar Məhsət xanım şikayətlər olub. Hər halda biz yəqin gələcək səfər daha yaxşı mız qoyacam səsimi. Qonağın səsi zəif gəlir. Qonağın səsini haqlılıq payı deyəsən azalır, ona görə səsi zəif çıxır. Biri Ceyhun bəy yazıb ki, Alekseyevka, Vladimirovka, Timryazev. Bəli. Ceyhun bəyi buradan salamlayıram. Ceyhun bəy bizim elə regional, deməli Şabran regional idarəsinin baş mütəxəssisi, Qobustan üzrə. Salam olsun. Gənc və çox enerjili mütəxəssislərdəndir. Qobustan abidələrini vaxt olub Ceyhun bəylə bir-bir gəzmişik. Yəni bu kəndlərin mövzuya qayıtmaq istəyirəm. İndi bu tarixi adlardır. Məsəl üçün Şamaxıdakı erməni, əslində Tat Qriqoryan əhalisi yaşadığı kəndlər əleyhinə idim adların dəyişdirilməsinə. Amma məsəl üçün Vladimirovka mən bilirəm ki 1840-cı illərdə Malakanlar tərəfindən salınmış bir kənddir. Yəni bugünkü günü orada əhalinin 1%-dan aşağı bir hissəsi ruslardır. Yəni o kəndin Rus adını daşıması bugünkü günü, yəni belə deyək, absurd bir məsələdir. Yəni 99%-ni təşkil edən türklərdir, ləzgilərdir, digər millətlərdir. Onun bugünkü günü adı niyə də dəyişilməsin? Yəni biz Azərbaycan ərazisində yaşayırıq. Yəni biz bilirik ki, bu adlar bizim taleyimizdə, bizim tariximizdə çox mənfi, negativ hallar yaşayırıq. Yəni bununla bağlı. Namiq bəy deyir ki, Sabit,
söhbət şey olmadan xatırladım deyə sonra yadımdan çıxar. Xaçbulağın adının Xoşbulaq edilməsi də yanlışdır deyir. Böyük. Doğru söylüyor deyir Sabit bəy. Bəli, biz onu çoxdan onu da müzakirə eləmişik Qazaxlı bir dostumla bir yerdə ki, yəni onu hətta məsələyə qoyurduq ki, yəni bunun adı Xaçbulaqdır da. Sən Xaç sözündən niyə qorxursan ki? Yəni bizim xristian keçmişimizdə olub. Biz bundan niyə qaçaq? Niyə bunu etiraf etmirik? Qaçdığımız üçün Albanları sahiblənə bilmirik də. Biz bugünkü gün Alban tarixini bir oyuncağa çevrilibdir. Hərə bir tərəfə dartır. Nə bilim biri adını Xəzər Albaniyası qoyur, biri nə bilim adını nə bilim Qaiti Albaniyası qoyur, biri nə kim necə Qırğın söhbətlər açırsan Xəzər Albaniyasında. hara istəyib dartır. Yəni qardaş olmaz. Bilirsən niyə? Ona görə ki biz bunu düzgün şəkildə araşdırmamışıq. Yəni materiallar, palimpsestlər var. Biz məsəl üçün baxırıq ki, palimpsesti Gürcü araşdırır, Alman araşdırır, nə bilim Papuas araşdırır da, üzr istəyirəm Papuaslardan. Hamı araşdırır Azərbaycanlılardan başqa. Ona görə biz məlumatımız yoxdur deyə orada nə yazılıb? Bizə istənilən falsifikasiyanı fakt kimi qarşımıza qoyurlar. Biz də mövzunu bilmədiyimiz üçün qarşıya bir arqument qoya bilmirik. Ona görə bizə də barmaqla göstərirlər ki, bilmirlər, savadsızdırlar, amma Albaniya haqqında danışırlar. Yəni bu kimi məsələlər var. Ona görə məsəl üçün Xaçbulağın adını Xoşbulaq qoymaq çox böyük yanlışlıqdır. Amma Vladimir Avkanın adını məsəl üçün Elbir qoymaq bu normaldır. Ona görə ki artıq arasından bir müddət keçəndən sonra iddialar irəli sürülə bilər ki, tarixdir də, yəni kim necə istəyir elə yazır. Bizim 100 il bundan qabaq tutaq ki, belə bir kəndimiz olub, adı indi də yaşlı. Təşəkkür edirik. Yəni ümumiyyətlə biz biraz sizin mız qoymağınıza baxmayaraq biraz sərt yanaşmalıyıq. Məsəl üçün mən demirəm ki, bugünkü günü biz Malakanlarla və yaxud da Ruslarla düşmən olmalıyıq. Xeyr, onlar burada yaşayan vətəndaşlardır. Bizim onları qorumağa birbaşa borcumuzdur. Ona görə ki, belə pis çıxmasın. İndi Türk törəsində də, insanlıq qanunlarında törəsində də yəni sənə sığınan birini sən qorumalısan. Yəni bu sənə sığınıbdır, burada yaşayır, özünü bu ərazinin, buranı vətən seçibsə də sən onu qorumalısan. Hər nə qədər keçmişdə ataları bizə müəyyən səhvlər etmiş olsa da. Təbii ki. Nəriman kənd ərazisidir, Xilmilli ərazisidir, orada yaşayan. Məsəl üçün Xilmilli Qobustan Xilmilli kəndinin çox acınacaqlı bir tarixi var. Bəli. Orada bir zamanlar böyük Türk Xilə tayfası yaşayırdı. Yəni Xilə dağıdır, elə kəndin öz adıdır Xilmilli, orada Xilə məzarlığı var. Orada bilirsiniz nə qədər yüzlərlə türk damğaları var. Məsəl üçün Xilmilliyə Malakanlar köçürüləndən sonra onlar artıq onların otlaq sahələrini əkin sahəsinə çeviriblər. Onların yaşayış yerindən sıxışdırıblar. Yəni aralarında münaqişə də olubdur. Hətta bu bolşeviklər Türk İslam ordusu bu ərazilərə gələndə bolşeviklərə qoşulub, daşnaqlara, bolşeviklərə qoşulub Malakanlar bizə qarşı silahda qaldırıblar. Yəni tariximizin bu kimi məqamları da var. Amma biz çox böyük mərhəmətli millət olduğumuz üçün təşəkkür edirəm Məsəd xanım. O məqamları biz unuduruq. Amma mən tövsiyə edərdim ki, unutmayaq. Yəni heç kəslə düşmənçilik eləmək lazım deyil. Sadəcə olaraq unutmayaq. Və bəli, unutmamaq. Kin yaddaşımıza da qeyd etmək lazım. Alekseyevka, nə bilim Nəyevka, bunları məncə yığışdırmaq lazımdır. Yəni bura Azərbaycandır. Biz gedib hardasa Azərbaycanlıların yaşadığı kəndi Rusiyada adını Daşbulaq qoymuruq ki. Daş yüz qoymuruq ki. Namiq bəy bir şey yazmışdı. Elə bu yanaşma üzündən deyir, xristian qıpçaq olan Sayat Novanı da haylara qapdırmışıq deyir. Düz deyir. Düz deyir. Bununla əlaqədar da video hazırlamışdım sözünə sonra. Bəli. Sayat Novanın indi siz məndən də yaxşı bilirsiniz. Əsas Estağfurullah. Böyük bir hissəsi
Azərbaycan türkçəsində yazılıbdır. Yəni onun özü də bir tədqiqat mövzusudur. Yəni dərindən tədqiq olunmalıdır. Yəni məsəl üçün nizami şünaslıq varsa da bu istiqamətdə də müəyyən araşdırmalar, elmi tədqiqatlar aparılmalıdır. Yəni bu şəkildə mız qoymağa davam edin. Muz muz qoyası mövzularımız çoxdur. Fəaliyyətləriniz davam eləyir. Deyirsiniz gənclərimizə hələ məsuliyyət yükləməyə davam eləyəsiniz. Bizi narahat eləməyə davam eləyəsiniz. Nə kimi ümumiyyətlə planlar var? Nə etmək istəyirsiniz? Ümumiyyətlə bu çalışmalar sadəcə Azərbaycan daxilindəmi səs gətirir, yoxsa xaricdəki türkləri də narahat eləyə bilmisinizmi? Qazaxları, özbəkləri, qırğızları bu daş məzarlardan dolayı xüsusilə. Deməli sentyabr ayında deməli bizi dəvət eləmişdilər bizim qrupu. Hara bəy? Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xəttindən Qazaxıstanın Aktau şəhərində konferensiya, elmi konferans keçirilmişdi. Beket Atanın 275 illiyi ilə bağlı. Beket Ata da yəni Qazaxların bizdə məsəl üçün Tiri Baba olduğu kimi, Şeyx Yahya Bakuvi olduğu kimi onların sufiləri, müqəddəsləridir. Onun həmən yubileyinə, konfransa mən damğalarınla bağlı Azərbaycan ərazisində və Mangistau bölgəsi, Aktau şəhəri yerləşdiyi yerdə Mangistau bölgəsində çox saylı türk Oğuz damğaları var. Və o damğaların eynisi Azərbaycan ərazisində də olduğu üçün bununla bağlı mən məruzəm sırf ondan ibarət idi. Və onlarda çox böyük maraq doğurdu. Onunla bağlı ərazilərimizdə film də çəkildi, damğalarla bağlı. İndi bunun davamı da gələcək. Bundan başqa əlavə olaraq biz onların gənclərlə də mütəmmadi olaraq əlaqədəyik. Bu yaxınlarda Qırğızstan Respublikasının səfirlə bizim görüşümüz olmalıdır. Biz istəyirik burada yaşayan Qırğızstan gənclərinə abidələri tanış edək. Azərbaycan ərazisində olan türk irsi, istər İslam irsi olsun, istər başqa abidələr olsun. Bilirsiniz ki, ərazimizdə kurqanlardan tutmuş, qədim yaşayış yerlərindən tutmuş 19-cu əsrin türbələrinə kimi mövcuddur. Yəni bunların hamısına biz tanış etmək istəyirik Qırğız gənclərini və paralel olaraq öz gənclərimizi də, məsəl üçün Günay xanım Həsənova var, çox fəaldır, müəllimədir, həm də professordur. O etnoqrafdır, ixtisasçı. Onunla birgə biz hal-hazırda regionlara etnoqrafik səfərlər, tədqiqat xarakterli səfərlər təşkil edirik. Gənclərimizi, tələbələri tariximizlə dərindən tanış edirik və gələcəkdə istəyirik daha da genişləndirək bu istiqamətdə fəaliyyətimizi. Görək, yəqin ki, gənclərimiz maraq göstərənlər var. Gənclərimizi yoldan çıxarmağa davam eləyəsiniz. Bəli. Biraz smartfondan falan da biraz ayıraq, təbiətimizlə tanış olsunlar, bir abidə tanış olsunlar. Yoxsa qoç daşa məsəl üçün məzar daşı kimi yox, adi bir dekorativ daş kimi baxan gənclərimiz də var. Yəni başa bilmirlər ki, o bizim bayat təşəkkür edirəm. Eyni zamanda hədiyyə də atırlar, ona görə təşəkkür eləməliyəm. Bayat, sən tanıyarsan, mən hər halda bu hesabları daha çox sən aşinasan, Sabit. Yox, yalan deyərəm. Daha öncə bəlkə salam-kəlam elədiyin və ya fiziki olaraq gerçi həyatda tanıdığın da ola bilər, ona görə. Səndən aldan buradan salamlarımı deyirəm. Var təşəkkür. Yəni diqqətləri üçün. Təbii ki, indi əgər muz qoymağa davam edərsinizsə də növbəti mövzular suala. Mövzu çoxdur. Mövzu çoxdur. Zoomorfdur. Hətta biz gələn görüşümüzdə
Qoç daşlarla bağlı mız qoya bilərsiniz məncə. Orada mız qoyulan Zaten yazdığınız mətnlərdə, araşdırmalarda gördüyüm qədərilə Koreyadan tut, qoçdaşlar ta Azərbaycan, hətta Lerik bölgəsinə qədər nə əlaqə varsa, yəni türklər demişkən, Lerikdə qoçdaşı nə gəzir, ay Sabit bəy? Onlara toxunmaq lazımdır. yox, Lerik deyəndə biz vahid Azərbaycanı nəzərdə tutsaq, lap gedir Təbriz, Ərdəbil, oralara kimi gedir çıxır. Yəni türklərin kompakt yaşadığı bütün ərazilərdə, məsəl üçün belə bir Yəni başqa millətdə qoçdaşı yoxdurmu? Yəni başqa bir millət iddia eləyə bilməz ki, bu məzarlar da bizim də atalarımıza aiddir. Sırf niyə türklərə aiddir? niyə eləyə bilmirlər? Eləyirlər. Çox gözəl iddia edirlər. Hətta əlimizdə. Yaxşı, necə isbat eləyirsiniz ki, sizə deyil, bizə aiddir? Məsəl üçün siz bilirsiniz də, ermənilər xoşları gəlir bizə indi baran deyirlər, nə bilim qoyun şəkli göndərirlər, nə bilim nə edirlər. Bu mənim ən sevdiyim mövzudur. Nəyə görə? Mən dərhal Ermənistan ərazisində olan qoç daşları göndərirəm. Deyirəm, bəli, qoyun totemi bizə aiddir. Yəni belə deyək də, dünyəvi götürəndə insanlar belə bir kompleks yaşayır. Məsələn, İngiltərənin dövlət gerbinin üstündə şirlərdir. İngilisin şirə aidiyyəti var. Məsəl üçün də ərazisində şir yaşamır bir şey. Yəni və yaxud da kimsə pələng qoyur, kimsə nə bilim əjdaha qoyur, kimsə qoyun belə deyək də, mənim üçün şirdən daha vacib, daha əhəmiyyətli həyatımızda rolu olan heyvanlardan biri qoyundur, qoçdur. Qardaş, bunun yunu istifadə olunur. İlkin olaraq biz heyvandarlıqla məşğul olduğumuz üçün biz fəxrlə deyə bilərik ki, xalçaçılığın əsasında biz qoymuşuq. Bəli, bizə qoy köçəri desinlər, qoy erməni desin köçərisiz. Onda sual yaranır ki, ay erməni, biz köçəriyik və biz qoyun quzuya baxmışıq. Demək ki, sən xalçaçılığı da məndən mənimsəmisən. 100% bizdən mənimsəyiblər. Amma bu bir fakt olaraq gözünə soxmaq lazımdır onların. Məsəl üçün, süd məhsullarıdır. Sən oturaq həyat tərzi sürərək süd məhsullarından bu qədər fantaziya irəli sürə bilməzsən. Nə bilim, saçaq pendir, nə bilim, nə pendir. Bu sənə gərək xam mal materialın çox ola ki, süd, yəni ehtiyatın çox olmalıdır ki, sən bu fantaziyalara yol verəsən. Onda sən gərək 2-3 quzu, qoyun, mal yox, yəni otaralarla saxlamalısan ki, kütləvi şəkildə. Və bu kütləvi şəkildə saxlasan, sən məcbursan artıq yaylaq, qışlaq həyatına keçməyə. Yəni bunun öz mexanizmin özünü biz bugünkü gün erməninin gözünə soxa bilmirik ki, sən nətər bu süd məhsulları sənə aid ola bilər ki, sən mənə deyirsən, sən köçəri həyat tərzi sürürsən. Köçəri də kimdir? Heyvandarlıqla məşğul olandır. Və bugünkü günü qoyunun yunudur, ətidir, südüdür. Yəni hətta sümüklərindən belə babalarımız oyunlar oynayırlar, istifadə ediblər. Qardaş, bu belə deyək, tullantıya çıxan bir hissəsi yoxdur bunun. Yəni sən bunu bütöv olaraq bu Tanrının bir lütfüdür, sənə göndəribdir, səni yaşadıbdır. Ayaqda yaşama səbəbindir də eyni zamanda. Yaşama səbəbindir, sənin alacıqların qurulub, sən xalçalarını toxumusan, geyimli bundan yəni istifadə eləmirsən, keçədən ayaq qabına kimi, tutmuş papaq baş geyiminə kimi sən ondan düzəltmirsən. Sən motal pendiri kimi gözəl məhsul ərsəyə gətirmirsən. Yəni bu təbii ki, sənin irsindir və bununla fəxr etmək lazımdır. Və ay nə bilim, bayrağın üstündə qoyun qoç şəkli oldu, bundan qaçmaq lazım deyil. Heç olmayıbdır. Bayandurlarda bilirsiniz ki, ağ qoyunlarda bayandur damğası olubdur. Deməli, qara qoyunlarda da baharlı damğası. Heç qoç başları, qoyun başları olmayıb. Olsalar belə problem deyil. Yəni bunda mən problem bilirsiniz kimdə görürəm? Kim ki, məsəl üçün, əsassız şəkildə gerbinə qartal qoyur, pələng qoyur, şir qoyur. Baxırsan ki, yəni bu insan konkret olaraq kompleks yaşayır. Xırda millətdir, yəni şiri pələngi yapışdırır ora ki, yəni elə bil ki, kimisə bundan qorxuzmaq istəyir, nə bilim,
neynəmək istəyir? Özünün şanlı olmayan tarixini daha ucaltmaq istəyir. Yəni bu ona görə bizim ümumiyyətlə kütləvi olaraq millətimiz çox sadə millətik. Yəni indi o xırda amilləri götürməsin. Ona görə biz elə şey Yəni bu psixolojik olaraq yəqin ki, bir növdə güc zəhərlənməsindənmi qaynaqlanır? Yəni zamanında çox gücün ən qüdrətlisini yaşayan bir xalq belə şeyə heç məhəl qoymazdı ki, yəni necə deyim, elə bil ki, bir qarışqanın darıdan yəni ambardan bir arpa dənəsini aparması kimi baxırdıq bir zamanlar. İndi amma görürük ki, ambarda darı qalmayıb. Yəni bayaq bir qarışqa gördüyümüz indi qarışqa sürüsü olub. İndi tökülüşmüşük təbii ki olaraq deyirik ki, ha bu bizimdir, o bizimdir, bu bizə aiddir, o bizə aiddir və ciddi mənada artıq isbat etməkdə belə, halbuki hər şey sənə aid olmasına rəğmən, bunun çox ciddi anlamda həm akademik mənada, həm bu şəkildə isbat eləməkdə çətinlik çəkirik. Bəli, tamamilə doğrudur. Qardaş, məsəl üçün ən böyük xristian məzarlıqlardan biri Culfanın, Naxçıvanın Culfa şəhəri yaxınlığında olubdur. İkinci böyük məzarlıq Göyçə mahalında Nərədüz kəndidir. Yəni hər ikisində əsasən Culfadakı olan məzarlıqda çox saylı qoç-daş abidələri olubdur. Və o hansısa təxribatlar nəticəsində dağıdılıbdır. Onun səbəblərini onunla bağlı 2006-cı ildə hətta UNESCO bizə qarşı sanksiya irəli sürübdür. Məsəl üçün ermənilər bütün dünyaya Təşəkkür edirəm Süheyl abi. Salıblar ki, yəni bu bizim ən böyük xaçqarlardan ibarət olan məzarlığımızı türklər dağıdıbdır. Bəs oradan da mən o qoç daşları şəkillərini bunlara göndərirəm ki, bəs bu qoç daşlar həmin məzarlıqda bu qoç daşları mövcud olubdur. Bu sənindirsə də sən bunu necə izah edə bilərsən? Bu qoç daşlar nəyi ifadə edir sizin millət üçün də? Sən deyirsən ki, bu bizim məzarlıqdır. Və paralel olaraq Qazaxstandakı qoç daşları göstərirəm. Təşəkkür edirəm Süheyl abi, səlam olsun. Paralel olaraq göstərirəm deməli Monqolistandakı qoç daşları. Paralel olaraq göstərirəm Altayda Barnaul Diyarşünaslıq Muzeyinin qarşısında hətta ona Sibirski Sfinks deyirlər. Yəni qoç daş figurudur. Xakasiyada olan qoç daş figurlarını göstərirəm və istəyirəm ki, izah eləsinlər ki, bu necə gedib çıxıb ora? Yəni erməni mi gedib bu qoç daşları ora qoyubdur? Və yaxud da gürcü mü gedib bunları? Hətta məsəl üçün etnik Türkiyədə yaşayan, Diyarbakır ərazisində yaşayan kürdlər belə məsəl üçün o qoç daşlara iddia edirlər. Yəni məndə sual yaranır. Bunu kürd mü gedib Altayda o qoç daşları qoyubdur? Məsəl üçün Bilgə Xaqanın dəfn kompleksi var. Ulan Şveddə, yəni Monqolistan ərazisində. Orada qoç daşları var. Yəni bunu hansı bu millətlərdən hansı aparıb ora dikəldibdir? Bu sualların üzərində Koreya yarımadasında. Yəni mən paylaşdığım o qoç daşları kim ora gedib qoyub? Gürcü mü gedib onlarda onu irs olaraq, miras olaraq qoyubdur? Halbuki Gürcüstan ərazisində Borçalı mahalında çox saylı qoç daşları var, amma digər bölgələrdə mövcud deyil. Ümumiyyətlə mövcud. Yəni indi təbii ki deyənlər olacaq ki, hər şeyə, dağa, daşa, o türk, bu türk. Yoxsa? Yox, indi biz türk olana niyə də türk deməyək? Yəni biz belə pis çıxmasın, indi kiminsə acığına gəlməsin. Biz boş-boşuna işarə tutub burada xəyallar haqqında danışmırıq. Nə bilim, oranı da götürəcəyik, bu da türkdür, nə bilim, o da Mu adası, Mu qitası, bu söhbətlər eləmirik. O söhbətlərin də öz yeri var. Yəni onu da əgər kimsə isbat edə bilirsə də onu mən məsxəriyə qoymuram. Sadəcə olaraq bugünkü günü bu mövcuddursa bunu mən təqdim edirəm
və bunun üzərindən müzakirə aparırıq. Bəli, əsaslandırırsan eyni zamanda. Əsaslandırıram. Bayaqdan, yəni Qoçdaşların hansı ərazilərdə olduğunu deyirəm. İndi gəlsin mənlə razı olmayan insan mənlə debata çıxa bilər ki, mən səndən razı deyiləm, bu məsəl üçün tutaq ki, fars irsidir. Yəni debata çıxar. Mənə sübut eləsin ki, farsındır. Və yaxud da İran dilli millət gedib bunu 6 aylarda, Sibirlərdə bu daşları orada dikəldir. Maraqlı fakt odur ki, ən çox bizim ərazidədir. Bu da onu göstərir ki, ola bilsin yayılma arealı buradan gedə bilər. Yəni, bu cür faktlar olarkən Türk irsindən bağlı. Damğalardır, məsəl üçün bizim əcdadlarımızın olduğu möhürdür. Yəni, məncə çox izləyicilər çox yormayaq. Gələn mövzularımız çoxdur onsuz da. Mən sizi də sərbəst buraxacağam inşallah. Narahatçılıq yoxdur. Gələn həftə daha belə necə deyim, spesifik gedərik. İndi ümumi belə bir tanışlıq, belə mız tanışlığı oldu. Yəni tam olaraq beyinlərdə fırtınalar yaratmağa çalışıram ki, ümumi olaraq Sabit Coculu Azərbaycanda nə kimi izlərin peşindədir, nə kimi izlər qoymağa çalışır və yaxud da gənclərimizi hansı izləri izləməyi bizə tövsiyə və təbliğ eləyir. Yəni onu hər cürə caydırmağa çalışarkən bilinən və bilinməyən niyə o bu yoldan vaz keçmir? Niyə keçməməlidir? Sabit bəy, yəni bu daş məsələsi sizə bir şey gətirir. Bu suallara belə milyonlarca kəz məruz qalmış bir insan olaraq, milyon birinci də mən olsam, onu da cavablandırın. Proqramı bağlayaq, inşallah gələn səfər yenə dolu-dolu danışacaq. Hə, təbii ki, Dubayda yeni mütlər. Dubayı İran vurur da, sən ora məncə naxşın yoxdur. Bəli, əsas mənim qazandığım ən böyük, yəni xəzinə mi deyim, varlıq mı deyim, yəni əcdadlarımızın mən belə hiss edirəm ki, təşəkkürüdür. Yəni bir vəzifə borcunun yerinə yetirilməsi duyğusunun necə deyim, daxildəki tələbin qarşılığıdır. Yəni bu mənəvi qidadır, mənəvi mükafatdır. Yəni biz bilirik ki, hansısa əşya. Təşəkkür edirəm Aypara, sağ olasın. Hansısa əşyanı ala bilərik. Pulla, qırla, qızılla və avtomobildir, evdir. Amma o mənəvi xoşbəxtlikdir. O mənəvi qidanı almaq bugünkü gün çətindir. Bizdəki əcdadlarımız nə qədər o tayında, başqa qitələrdə, başqa ölkələrdə tanıtdıqsa, nə xoşbəxt bizə. Nə gözəl. Əsas məqsədimiz budur. Çox gözəl. Lap yaxşı, Sabit qardaş, məsuliyyət yükləməyə davam. Məsuliyyət yükləməyə davam, məsuliyyət yükləməyə davam. Çünki məsuliyyətli olmasaq, insan olmağımızın da bir mənası qalmayacaq, əlbəttə ki. Hələ xüsusilə Azərbaycan kimi bir coğrafiyada yaşayan türklər olaraq, bir yerlilər olaraq, bir vətəndaş olaraq, milli şuur sahibi olaraq ən çox sarılmamız gərəkən şey məsuliyyətdir. Yəni bizə lazım olan şeydir. Yəni Azərbaycan bayrağı bizim üçün nədirsə, onun orada dalğalanmasının səbəbi məsuliyyətimiz sayəsindədir. Onun üçün buna möhkəm sarılmamız lazımdır. Çünki məsuliyyət eyni zamanda bir namus məsələsidir. Siz də bizə belə şey aşıladığınız üçün, belə bir iz qoyduğunuz üçün hər nə qədər şey, görürsən, mız qoysam belə, yəni qəbullanıram da, yəni ki. Təşəkkür edirik. İnşallah heç nə, gələcək səfər, həftə içi yenə görüşmək qismət olarsa, yenə təkrar görüşərik. Görüşək. Məncə elə
və Hı -hı. səsləndirdiyiniz mövzulardan biri də ola bilər. Bizim bu ərazilərdə Onu da seçərik. Bu Şah Abbas məsələsini də seçərik. Bu erməni kilsəsinin üzərinə gedib Şah Abbasın şəklini çəkmisiniz, deyirsiniz ki, bizim. bəli. Yazıq erməniləri iddia edirik ki, yəni ümumiyyətlə mız qoyulası məsələdir. Biz nəyə görə Hadi yetimlərə bir şey qoymamısınız. Hamısı deyirsiniz bizim. Neyə sübut eləyək? İnşallah. Bütün yayına qatılan dostlar, tanışlar, salam göndərənlər, gül göndərənlər, hamınıza vaxt ayırdığınız üçün təşəkkür edirik. Yəni bu məsuliyyətə ortaq olduğunuz üçün təşəkkür edirik. Var olun, əksik olmayın. Əgər hər hansı kimsənin mesajını oxumamışamsa, üzürlü sayın. İlk proqramımızdır. Proqramımız həftə içi hər gün saatları dəyişik olacaq. Sadəcə Sabit bəylə deyil, sahəsində mütəxəssis olan insanları Türkiyədən, Amerikadan, Avropadan dəvət eləyib, onlara da mız qoymağa davam eləyəcəyik. Sabit qoyduğumuz kimi. Sabit bəy ilk qurbanımızdır. Amma görürsünüz, yaxşı qurtardın. Yox, mən bir stəkan soyuq suyu bitirdim, yəni qalibiyyət sizdədir. İnşallah belə sonlandıraq, görüşərik inşallah. Oldu, görüşmək üzrə. Oldu. Özünüzə yaxşı baxın. Sağ olun. Salamlar, təşəkkürlər. Sağ ol. Sağ ol Sabit. Görüşərik. Sağ ol qardaş. Sağ ol qardaş, çox sağ ol. Hə dostlar, hər kəsə təşəkkür edirik. Çox sağ olun, minnətdarıq. Yayını sonlandırıram. İnşallah gələcək səfər həftə içi dediyim kimi hər gün sabahda daxil olmaqla cüməyə qədər proqram olacaq. Qatılmaq istəsəz xoş olar bizim üçün. İnşallah görüşənədək gecəniz xeyrə qalsın.